saytınız artıq hazırdırsa və satacağınız məhsulu artıq tapmısınızsa, o zaman siz də öz Instagram səhifənizi düzəldin. Hansı ki bu şəkildə olmalıdır. Məsələn, buradan öz logonuzu qoyursunuz, sonra buradan öz bu bio hissəsinə bu yazıları yaza bilərsiniz. Altına bu linki qoya bilərsiniz. İstəsəniz əgər bu cür highlightlar da düzəltmək mümkündür. Ondan sonra isə məhsullarınızın videolarını bu şəkildə paylaşa bilərsiniz. Paylaşdıqdan sonra isə bizə lazımdır ki, influencer tapaq və öz məhsulumuzu onun səhifəsində reklam eləyək. Bunun üçün nə edirik? Yəni influencer tapmaq üçün nə edirik? Gəlirik burada axtarış yerinə keçid eləyirik və buradan axtarış yerinə əgər sizin nişiniz pişiklərə aidsə cat, yeməyə aidsə food və yaxud kitchen olaraq yaza bilərsiniz. Məsələn, biz Berry Max ilə başlamışıq deyə, orada da niş pet olduğuna görə cat olaraqdan davam edirik. Biz bura cat sözünü yazıb axtarış edirik və burada qabağımıza çıxan hər bir videolar influencer kimidir demək olar. Məsələn, bu səhifəyə girək baxaq. 630 min izləyicisi var. Məsələn, baxırıq ki, 16 min like gəlib, 4 saat bundan qabaq şəklinə, o bundan qabaq bir gün qabaq paylaşıb, 40 min like-a yaxın bəyənməsi var. Bu birisində 100 min like var, 4 günə gəlib, 45 min və s. Yəni, görürük ki, bu səhifə, yəni güclü səhifədir, bizim də məhsulumuz burada satıla bilər. Məsələn, mən buna yazdım advertising price please, yəni reklamın qiyməti neçədir. Əslində bu adamın özünün bu səhifədə pişik videoları paylaşmır. Sadəcə hər kiminsə pişiyi varsa onun belə komiklərini düzəldir. Yəni komik hər hansı bir şəkil deməkdir. Ancaq mən ona bir video olaraq, yəni reklam eləyə bilərmi deyə sual verdim və o 24 saatına $150 storyyə, $250 isə posta qiymətlidir. Ancaq mən ondan sonra ondan Amerikanın faizini də soruşdum. O mənə bu hissəni göndərir. Yəni bu sualı bu cür verməyə lazımdır. Can you please send inside of the page? Belə eləyirsiniz, o zaman o öz statistikasını sizə bu şəkildə göndərir. Gördüyünüz kimi burada faizlər çox azdır Amerika. Yəni bizə lazımdır ki, Amerika faizi çox olsun. Çünki Amerika faizi çox olarsa əgər, deməli Amerikada alıcı kütləsi də çox olduğuna görə bizim məhsulumuz daha çox satıla bilər də həmin səhifədə. Ona görə də biz bu səhifədə əslində bu qiymətə razılaşmalı deyilik. Çünki 650 minin 83 mini sadəcə Amerikaya sayılır bunda. Çünki 630 min izləyicisi var. Ona görə mən burada bu səhifədə reklam eləmədim. Sizə də məsləhət görmərəm ki, faizi az olan, Amerika faizi az olan səhifələrdə satış eləyəsiniz. Əgər qiymət uyğundursa eləyə bilərsiniz. Ancaq yəni bu cür belə baha qiymətdirsə 13% Amerikaya görə dəymir. Bundan da əlavə biz mən yenə də danışmışam başqa səhifələrlə. Məsələn, burada Lovely Cat Online var. Məsələn, bu səhifədən qiymətləri almışam artıq və mən bu səhifədə bir neçə dəfə reklam da eləmişəm. Buradan Lovely Cat Online səhifəsi, məsələn, sizə 3 dənə səhifə atacaq belə. Deyəcək ki, səhifələrim bunlardır və qiymətləri belədir. Məsələn, birinci səhifəsinə $60, ikinci səhifəsinə 55, üçüncü səhifəsinə də $60-dır. Bunların da hər birinə baxın, görün son videoları hansı izlənilir və nə qədər komment falan gəlib. Və baxın, görün ki, bu səhifəyə siz əgər məhsul qoysanız sata bilərsinizmi, yoxsa yox. Bundan başqa da səhifələr yazmışam deyə mənə yenə də mesaj gəldi. Məsələn, 1.2 milyonluq səhifədir, Miyavlı Kediciklə. Bu Türk səhifəsidir, inanmıram elə güclü olsun. Deyir ki, what kind of advertisement, yəni deyir, necə bir reklam eləməyə planlayırsınız. Gəl biz bundan öz planlarımız haqqında danışmaqdan əvvəl birinci öz faizini soruşaq görək bunun səhifəsində nə qədər faiz Amerikadır. Siz də bu cür shortcutlar düzəldərək, məsələn, belə yazaraq, məsələn, mən qoymuşam bu cür belə hazır göndərirəm və əlavə də yenə sualım olarsa, bu faizini soruşuramsa, əgər ölkəni bu cür eləyib, yenə göndərin. Bu cür mesajları çoxaldın və bu cür səhifələrin hamısını göndərin. Influencerləri bu cür bu videonun da əlavə tapmağın bir başqa növündə indi sizə izah eləyim. Məsələn, deyək ki, biz burada başqa bir səhifə var ki, məsələn, Sweet Cat Club var, məsələn, deyək ki, bu cür bir səhifə tapmışıq və buna oxşar başqa səhifələr də görmək istəyirik, yəni tapmaq istəyirik. O zaman burada email sözünün sağındakı plus adam işarəsini basaraq o biri səhifələrdə görə bilərik bu şəkildə. Və məsələn, burada Cat Lovers Club var, hansı ki 6.9 milyondur. Məsələn, sonuncu videosu da var. 5 saat qabaq kiminsə məhsulunu paylaşıb. Bu məhsul da hal-hazırda satışdadır. Və baxaq görək 177 min baxış gəlib bu videoya. 5 saat içində və kommentlər də var. Düz bəzən botlar da yazır, ancaq real adamlar da var ki, öz adamlarını falan təq edirlər.
Və burada da qoyurlar ki, grab yours, sonra da link in bio qoyurlar. Yəni burada biolarına da link qoyurlar. Girirsən elə linklərinə birbaşa saytlarına yönlənirsən. Bu da olur influencer marketing. Həmin bu səhifədə influencer marketingdən istifadə edərək öz məhsullarını satışa çıxardır. Məsələn, burada görürsünüz cute cats, kittens var. Məsələn, giririk bura, burada yenə həmən o mesajı bura axtarışa yazırıq və soruşuruq. Amma bunun kütləsi çox azdır. Məsləhət görərdim ki, 1 milyondan aşağı səhifələrə yazmayasınız. Çünki 247 minin nə qədər Amerikalılar, məsələn, deyək ki, 50% laf Amerika olsun, 100 min Amerikanlıya, yəni video paylaşaraq məhsul satmaq çox çətin olar. Ona görə çalışın ki, ən azı bu cür səhifələr olsun. 1 milyon, 2 milyon, 3 milyon və üzərində. Bir də nəzərinizə çatdırım ki, bu səhifələr, yəni sizin məhsulunuzu paylaşanda onların heç bir ödədiyi, yəni də sizə görə heç bir yerə ödəniş eləmədiyinə görə, yəni sizin verdiyiniz bütün pul onların birbaşa özlərinə qalır. Ona görə dedikləri ilk qiymətlə heç vaxt razılaşmayın. Nə qiymət deyirlərsə, ondan 2 dəfə, 3 dəfə aşağı qiymət deyin və o qiymətə razılaşın ki, daha ucuz reklam eləyəsiniz. Məsələn, mən burada elə belə sizə göstərmək üçün yazdım. Mən $50 dedim, ona $20 təklif elədim, o da 25-ə razılaşdı. Və yəni sizə göstərmək istədim ki, sadəcə $50 reklamı necə 2 dəfə ucuz eləmək olardı. Yəni bunu bilməyən adam birbaşa $50 verib reklam elətdirmiş ola bilərdi. Ancaq mütləq bazarlıq eləməyə çalışın səhifə yerləri ilə. Hər bir influencerin ödəniş alma metodu var. Məsələn, elə admin var ki, PayPal-la ödəniş qəbul edir, eləsi var Wise-la eləyir. Wise-la ödəniş qəbul edənlər də bu cür sizə link atırlar və yaxud bank detallarının rəqəmlərini atırlar. Bu bizə Wise linkini atdı. Bu linkə tıklayaraq ödəniş eləmək mümkündür. Ödənişi bitirdikdən sonra isə videonuzu bu şəkildə atırsınız. Video atandan sonra bu yazını göndərirsiniz. Bu yazını da videonun altında yazıb paylaşasıdır. Bundan da əlavə məhsulunuzun linkini göndərməlisiniz. Məsələn, giririk saytımıza girdikdən sonra həmən bu məhsulumuzu tapırıq, nəyə ki reklam eləmək istəyirik. Buradan onun linkini götürürük və gedirik ona göndəririk. Öz məhsulunuzun videosunu, sonra captionını və linkinizi göndərdikdən sonra həmən bu səhifə sizin məhsulunuzu paylaşacaq. Əgər siz bu yazıya buradan əlavə eləsəniz ki, Instagram hesabınız da budur, məsələn, bu şəkildə, o zaman siz həmən bu səhifənin kütləsini də yavaş-yavaş öz səhifənizə çəkə bilərsiniz. Və bir müddətdən sonra öz səhifənizə izləyicilər yığılandan sonra, məsələn, bu şəkildə, sizə də bu şəkildə səhifənizi like eləyənlər, baxanlar və s. komment yazanlar belə olacaq. Məsələn, mənə bir nəfər yazıb 16 həftə qabaq buna ehtiyacım var və s. Burada da bir kommentimiz var. Burada da deyir ki, mən bunu almaq istəyirəm. Yəni, siz də öz səhifənizi bu cür reklam eləyərək başqa ölkələrdən, məsələn, məndə baxaq görən neçə faiz Amerika var, 8000 izləyici yığmışam indiyə qədər. Buradan total followersə basırıq və buradan city-sə özünə country seçirik və 19% Amerikadır, 25, 34, 35, 44 əsas üstünlük daşıyan kütləmiz var. Və bunlardan 81% qadınlar, 18% isə kişilərdir. İndi isə sizə influencer marketingdə bilməli olduğunuz növbəti nüansları da izah edəcəm. Deyək ki, hər hansı bir səhifə gördünüz və bu səhifədə də hər hansı bir saytın reklam elədiyini görmüsünüz və bu saytın hansı başqa səhifələrdə reklam elədiyini öyrənmək istəyirsiniz. Bunun üçün nə etmək lazımdır? Girirsiniz sadəcə Google Chrome-a. Chrome-a girdikdən sonra isə baxın, buradakı bu yazını yazırsınız. Sayt 2.instagram.com, link in bio bu şəkildə yazılır. Dırnaqları qoyun. Sonra isə həmən saytın, yəni buradakı bu reklam eləyən saytın adını yazırsınız. omegagadgets.com yazdıq, axtarışa verdikdən sonra həmən bu səhifə başqa haralarda reklam eləyirsə, hər biri baxın burada sıralama çıxır. Məsələn, deyək ki, bura giririk, baxırıq. Burada bu bel düzəldən reklam eləyir bu səhifədə. Gato Cats səhifəsində 1.1 milyon izləyicisi var. Bu da pişik səhifələrdir. Və burada da bunun reklamı gedir. Bio'da da görürsünüz, bunun linki var. Baxaq sonra bunun öz saytı səhifəsində deyəsən, səhv eləmirəmsə. Yox, 361K-lıq bir səhifədə yenə reklamı gedir.
Bu şəkildə bütün səhifələrdə harda reklamlar eləyibsə, hər birini rahatlıqla görə bilərsiniz. Məsələn, bu da Reybet Shop adlı bir səhifədir. Orada da bunun reklamı gedir. Influencer marketinq haqqında bilməli olduğunuz ən əsas nüanslar bunlar idi. Bu dərsliyin altında sizə hansı kriteriyalara uyğun səhifələr tapmalısınız, onu da sizin üçün qeyd edəcəm. Hər kəsə uğurlar.